Salam aleykum, hər vaxtınız xeyirli olsun. Yenidən mən sizinləyəm Mir Möhib bəy. Yeni Yasamalda möhtəşəm bir mənzilin çəkilişinə gəlmişik. Yeni tikili bir binada, təmiri tam-tamına yeni olmuş bir mənzilin çəkilişindəyik. Ümumi mənzillə tanış olaq inşallah. Sizə xırda detallar var ki, videonun sonunda çatdıracağım inşallah. Gördüyünüz kimi giriş hissəmiz geniş bir sahəyə malik dəhliz bölməmiz. Bizdən sağda giriş qapımız yerləşir. Mənzili sizlə sağdan sola tanış edəcəm inşallah. Giriş hissədən sağ tərəfdə çox geniş bir sahəyə malik, dizaynı möhtəşəm olunmuş, birbaşa eyvana çıxışı olan bir qonaq otağımız mövcuddur, hörmətli izləyicilərimiz. Çəkək zəhmət olmasa. Lüstrlar qoyulub, pərdələr quraşdırılıb, lazımi əşyalar hələlik, yəni təmirdən sonra lazım olan əşyalar qoyulub, hörmətli izləyicilərimiz. Gəlin zəhmət olmasa uşaq otağı ilə sizləri tanış eləyəm. Balacalarımızın, bizim dəyərlilərimizin otağı doğrudandır. Keçin zəhmət olmasa göstərin. Normal bir sahəyə malik uşaq otağıdır doğrudan. Dizaynda, təmirdə bahalı materiallardan, bahalı təmirdən istifadə olunub, hörmətli izləyicilərimiz. Çox böyük, geniş bir yataq otağı təqdim edirəm sizlərə. Keyfiyyətli dizaynı, incə və xırda detallara diqqət olunmuş bir mənzildir, hörmətli izləyicilərimiz. Gördüyünüz kimi, yataq otağı çox böyük bir, geniş bir sahəyə malikdir. Gəlin zəhmət olmasa, mənzilin mətbəx bölməsi ilə də və hamam otağı ilə sizləri tanış eləyək. Gəlin zəhmət olmasa ardımca. Burada gördüyünüz kimi, mənzilimizin mətbəx otağıdır. Kifayət qədər geniş sahəsi var, işıqlı bir mənzildir. Buradan da birbaşa eyvana çıxışımız var. Nəzərinizə çatdırım ki, mənzilimizin mətbəx, dəhliz və hamam otağı hər üç bölməmiz istipolla təchiz olunub, hörmətli izləyicilərimiz. Gəlin sizə mənzilimizin hamam otağını təqdim edeyim inşallah. Buyurun, çəkin zəhmət olmasa. Gördüyünüz kimi mənzilimizin hamam otağında aksesuarlar tam-tamına quraşdırılıb və bahalı, lazımi əşyalar qoyulub inşallah. Gəlin sizə ümumi ətraflı mənzil haqqında məlumat verək, hörmətli izləyicilərimiz. Mənzilimizin yerləşmə ünvanı Yeni Yasamal Dadaş Bünyadzadə küçəsində 15 mərtəbəli bina, 15-ci mərtəbədə daha doğrusu yerləşir mənzilimiz. Yeni təmirdən çıxmış bir mənzildir. Burada xırda nüanslar var ki, istəyirəm sizə çatdırım. Mənzil sahibinin dediyi sözləri, hörmətli izləyicilərimiz. Nədir bunlar? Deməli, mənzildə təmir olunandan sonra mebellər quraşdırılmıyor. Məsələn, mətbəx otağında mebel qalıb, quraşdırılmıyor. Burada mənzil sahibinin sizə yaxşı bir təklifi var. Bu odur ki, siz gəlirsiniz bu mənzildə, baxırsınız, bəyənəndən sonra mənzil sahibi ilə danışırsınız və danışıqlar əsasında əgər uyğun olsa danışığınız bir-birinin üstünə düşsə, mənzil sahibi sizin üçün burada lazımi mebelləri, lazımi əşyaları quraşdırıb sizə təhvil verir. Və yaxud da ki, istəsəz öz istəyinizə uyğun yığdırmaq, o şərtlərdən də mənzil sahibi sizlə razılaşacaq inşallah. Mənzilimizin ümumi sahəsi 100 kvadrat metr sahədədir, sənədlər tam qaydasındadır. Lazımi bütün sənədləri var. Alan adam birbaşa öz adına notarial qaydada keçirdə bilər inşallah. Ətraflı məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəm 077 727 0078. Allah alana da, satana da xeyir versin inşallah.